Ayda xanım salam, Sağ olun, necəsiz? xoş gördük. Bugünkü söhbətimizin mövzusu bəllidir, əvvəlcədən sizinlə danışmışıq. Biz Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə müasir psixoloji dəstək ictimai birliyinin erkən nikahın psixoloji fəsadları adlı layihəsi çərçivəsində inşallah bugün sizinlə yeni bir podkastımızı hazırlayacaq, çəkəcəyik və bu podkastımızda bugün bizdə cəmiyyətdə aktual olan erkən nikah və onun psixoloji təsirləri haqqında danışılacaq. Və erkən nikahın hüquqi və sosial təkcə məsələ deyil, eyni zamanda insan həyatına uzunmüddətli bir təsir göstərən ciddi sosioloji problemlər barədə sizdən biz məlumat almağa çalışacağıq. Bizim bugünkü mövzumuz erkən nikahın psixoloji fəsadları və görünməyən yaralardır. Bu barədə indi sizə müəyyən suallar veriləcək. Ayda xanım, erkən nikah psixoloji baxımdan nədir və niyə riskli hesab olunur? Erkən nikahlar haqqında çox uzun illərdir informasiyalar paylaşdırılır, bölüşdürülür və eyni zamanda da müxtəlif fikirlər səsləndirilir həm hüquqi baxımdan, həm fizioloji baxımdan, həm psixoloji baxımdan. Və mən deyərdim ki, erkən nikahlar şəxsin nikaha psixoloji, fizioloji, emosional baxımdan tam hazır olmadığı bir anda nikaha digər insanlar tərəfindən yönləndirilməsi, yaxınları tərəfindən yönləndirilməsi və tam psixoloji hazırlıqlı olmadan nikahın ağır tərəfləri ilə üzbəüz qalması bəzən psixikasının, orqanizminin, fizioloji sisteminin belə əks reaksiya verdiyi bir amildir ki, hansı ki bu şəxslər erkən analığa, erkən qadınlığa hazır olmadıkları üçün psixoloji sarsıntıda yaşayırlar, depressiv əlamətlər yaşayırlar. Eyni zamanda bir çox ginekoloji problemlərlə üzləşirlər. Bəylər isə erkən nikahın o riskli tərəfləri, məsuliyyət tərəfləri, idarə etmə tərəfləri ilə üz-üzə qaldıqları halda çətinliklərdən dolayı emosional sahədə müəyyən bir zədələnmələri olur və yaxud da autoagresiyaları olur, əsəbiliklə bağlı problemləri olur, konfliktdə meyillilikləri olur hətta və bu kimi fəsadlar verən erkən nikahlar bugünkü gün əlbəttə ki, şiddətlə belə desək tənqid olunur, cəmiyyəti ondan uzaqlaşdırmaq məqsədimiz var. Xüsusilə də nəinki yeniyetmələri, nəinki erkən nikaha qədəm qoymaq istəyən 18 yaşına hələ çatmamış olan şəxslərimizi və eyni zamanda da onların yaxınlarını, valideynlərini, nənələrini, babalarını maarifləndirmək hədəfimiz var. Nəyə görə? Çünki nikah nədir? Nikah böyük bir ailə institutunun başlanğıcıdır. Əgər şəxs hələ oxumağı, yazmağı bacarmırsa, o instituta necə daxil olacaq, orada özünü necə göstərəcək, gələcəyə necə meyllənəcək? Ayda xanım, bəs niyə görünməyən yaralar? Görünməyən Varmı sizdə belə var. bir nümunə? Məsələn, sizə yaxınlaşan, çox xoşbəxt görünən, əslində müəyyən bir psixoloji problemləri olan və sizə danışan nümunə əsasında Elə dünən bir keysimdən belə bir cümlə xatırlayıram. Dedi ki, mən erkən nikahın qurbanıyam. Xoşbəxt deyildi ailə həyatında, ya necə? Artıq ailə həyatı dağılıb və hətta bunu deyən bir bəy idi. Çox erkən ailə qurubdu, ailəsinin təkidi ilə, istəyi ilə. Bu bəydir sizə? Hətta bəydir, bəli. Və o indi hesab edir ki, o heç o nikaha hazır deyildi. O görünməyən yaralar hansıdır? Bəy ola bilər, amma yaşı hələ tam o yaş olmadığı üçün istəyir mənəvi münasibətlərə, istəyir emosional münasibətlərə, istəyir fizioloji münasibətlərə bu tam hazır olmur və oradakı xırda stresslər belə artıq onun gözünə o qədər böyük görsənir ki və o bilmir ki, bunu paylaşmaq lazımdırmı, lazım deyilmi? Bəzən utanaraq uzun illər içində saxlayır. Məsələn, bu nikahı uzadır, utanır boşanmalardan, çəkinir. Amma nikah da uzandıqca artıq özü mənəvi olaraq özünü xərcləyir, özü mənəvi olaraq özünü tükəndirir, tükənmişlik sindromu yaranır. Hətta həmin şəxsin dilindən mənim bu ailədə doğulan övladıma belə çox heyfim gəlir sözləri təbii ki, çox ürək ağrıdıcı bir məqamdır. Erkən nikahın fəsadları bugün nəinki görünməyən yaraları, nəinki qadınlarda, hətta kişilərdə də özünü göstərir. Məsələn, şəxsin 40-a yaxın yaşı var, amma hələ də ikinci dəfə nikah qurmağa çox çətinlik
düşünür, qərar verməkdə çətinlik çəkir, psixoemosional baxımdan özünü hazır hesab eləmir, o məsuliyyəti üzərinə götürməkdən çəkinir və artıq şəxsi həyatının notlarını hardan başlayacağını bilmir. Fəsadlar təkcə bunlar deyil. Bugünkü gün vaqinizmdən əziyyət çəkən ən qədər qadınlarımız var ki, bunlar da erkən nigahların fəsadlarıdır. Cinsəl həyata hazır olmayan bir az yaşlı, hansı ki tam olaraq yetkinlik yaşına çatmayıb, erkən nigaha istiqamətləndirilibdir. Əlbəttə ki, bu istiqamətdə kifayət qədər xəstəliklər də qazanıbdır. Belə desək, vaqinizm problemi ilə də üzbəüzdür. Digər bu kimi belə desə, həyəcan pozuntusu ilə də üzləşibdir, obsessiv əlamətləri də yaşayır və eyni zamanda da emosional fonda hər xırda qıcıqlandırıcıya kəskin reaksiyalar verir. Bu təbii ki, görünməz yaralardır. Niyə görə? Çünki bəzən o getdiyi ailə və yaxud da ki, zamanında o qurduğu erkən nigahın digər tərəfində olan şəxslərdən bu söhbətləri aparanda onlar hər zaman elə hesab edir ki, bu qız elə əvvəldən belə idi, belə gəlibdi, özü belə olubdu. Amma halbuki elə deyil. Niyə görə? Çünki hər kəsin o erkən nigahda hazırlanmamış vəziyyətdə yaşadığı acını özü bilir ki, o nələr yaşayıbdı. Təbii bu elə bir mövzudur ki, bunu hər kəslə bölüşə bilməzsən və bölüşsən belə düşünərsən ki, qınağa tuş gələrəm. Və heç təsadüfi deyil ki, belə mövzular bizim otaqda, psixoloq otağında məxfiliyə güvənilərək danışılır ki, zaten biz də onu case adı olaraq və informasiya olaraq paylaşmarıq, ümumi təəssürat olaraq paylaşarıq və mən hesab edirəm ki, bu bizim cəmiyyətin ən zərərli və zəhərli bir ucudur, istiqamətidir. Ona görə də bugünkü gün bu layihə çox yerinə düşəndir. Ona görə də hesab edirəm ki, bu layihə ölkəmizin bütün regionlarında aparılmalıdır və xüsusilə də təhsil ocaqlarında bu layihənin tədbirlərimi, bu layihələrdə tez-tez müzakirələrmi, seminarlarmı, təlimlərmi keçirilməlidir. Niyə? Çünki erkən nigahı qabağını alan faktor daha çox təhsildir. Təhsildir, maariflənmədir, inkişaf etmədir. Yəni, inkişaf bu negativ tərəfi bağlaya bilir. Elədir. Ayda xanım, bəs indi siz yeniyetmədən, ailə həyatı quran bir yeniyetmədən söhbət açdınız. Həqiqətən erkən nigah quran yeniyetmələrin sayı axır vaxtlar qanunvericiliyin kəskin tətbiqi ilə azalıb. Biraz azalıb bu erkən nigah, amma hələ də kifayət qədər böyük bir problemdir. Bəs o, biz görürük ki, bir qism yeniyetmə öz uşaqlıq həyatını yaşayır. Birini isə məcbur edirlər və yaxud başqa səbəblərdən erkən ailə qurmağa məcbur olur. Bəs bu erkən yaşda ailə qurmaq həmin o yeniyetmənin emosional durumuna necə təsir göstərir və yaxud emosional inkişafına? Yəni, nə demək istəyirəm? Bir var o yeniyetməlik, daha sonra gənclik, bir qədər yetişkənlik, insan öz həyatını normal axışda yaşaya-yaşaya gedir. Bir də var, birdən-birə bir uşaqlıqdan sanki səni çıxardırlar və tamamilə başqa bir həyatın içinə birdən-birə qoyurlar. Bu zaman o emosional inkişafına necə təsir göstərir? Çox gözəl sualdır. Çünki çox tez-tez müxtəlif keyslərlə rastlaşıram mən qəbullarda. Məsələn, burada ana analığa hazır olmadan ana olub. Analığın məsuliyyətini dərk eləmədən ana olub. Psixoloji sorğu əsnasında təbii ki, yaşı da soruşuram. Neçə yaşda ailə qurub, bəzən yaşının çox az olduğunun fərqinə varırıq və bir baxıb görürük ki, o özü hələ ki öz uşaqlıq dünyasından ayrılmayıb, özü öz dünyasını dinləmək istəyir, belə desək, özünü gəlişdirmək istəyir, inkişaf elətdirmək istəyir, özü hələ uşaq obrazındadır. Bizim rollarımız var, uşaq rolu, valideynin rolu və böyüklük rolu. Ona görə də digər rolla keçid eləyə bilmir, valideynlik roluna. Məhz bu uşaqlar, hansı ki bu erkən nigahlardan sonra doğulub, o uşaqlar uzun müddət sanki valideynsiz böyüyürlər. Onlara valideyni nənələr, babalar eləyir. Çünki niyə? Belə bir vəziyyətdə ana olan ana doğuş sonrasında depressiv əlamətlə rastlaşır. Bəzən deyirlər, axı, təzəcə ana olmuşdu, depressiyaya düşdü. Heç cür özünə qapandı, heç cür özünə gələ bilmədi, uşağa yaxın getmədi, ağladı ki, mən bu uşağa necə baxacam, bu mənə çox ağır gəlir. Əlbəttə ki, ağır gələcək. Ona görə ki, bizim boyumuz və ya bizim çəkimiz və yaxud da bizim necə görünməyimiz önəmli deyil. Biz daxilən belə
psixoloji olaraq hansı yaşdayıq, analığın yükünü qəbul edə bilirikmi? Bu çox önəmlidir. Məhz buna görə də bəzən analar, mən hərdən deyirəm ki, öz oyun aləmindən ayrılmamış, indiki həyatının idarə etmə hissəsinə, indiki həyatının gedişatına düşə bilmir, ora yürüyə bilmir. Ona görə də məsələn artıq övladı ilə emosional oyunlar qura bilmir, psixoemosional səviyyədə ünsiyyəti artıra bilmir, onun tərbiyə modelini qura bilmir. Və az öncə də dedim, bu uşaqların tərbiyəsi həvalə olunur nənələrə, babalara, amma çox təəssüflər olsun ki, həmin o uşaqların, hansı ki bu cür böyüyüb, onların yüngül özünə qapanması olur, valideynlərdən mənəvi uzaqlaşması olur, ananı mənəvi qəbullanmama olur və bu kimi hallar isə gələcəkdə bu uşaqların davranış problemlərinə və eyni zamanda ərköyünlüyünə mənfi təsir edir. Bəs o zaman növbəti ilə bu danışdıqlarımızdan bir qədər ağır da mövzudur. Bəli. Doğan başqa bir sual vermək istəyirəm. Bəs erkən siz psixoloqsuz, ölkənin ən məşhur psixoloqlarından birisiniz. Erkən nikah quran şəxslərdə ən çox rast gəlinən psixoloji problemlər? Depressiya. Bu depressiyanın səbəbi bir zamanlar niyə razılaşdım, niyə qarşı gəlmədim, niyə səsimi çıxartmadım, niyə hər bir şeyi qəbullandım və sanki belə bir cümlələri də var. Məni aldatdılar və bu nigaha meylləndirdilər. O da aldadılmalar nə olur? Hədiyyələrlə, xoş sözlərlə, xoş vədlərlə, hətta bəzi erkən nigahlarımda olub, keyslərin ağzından eşitmişəm və regionlarda olanda da tez-tez eşidirəm. Mənə söz vermişdilər ki, ailə qur, get Bakıda təhsil al. Yəni mən bunun dalınca getmək istədim. Yəni hər zaman da illa da bu qızların məqsədi elə erkən nigah olmur ki, və ya bu qarşı tərəflərin bilirlər o nigaha necə meylləndirəcəklər. Amma mənə sual versəz ki, bəs erkən nigaha meylləndirən valideynin məqsədi nədir? Bax, burada həmişə o mənə maraqlı olur ki, niyə bir valideyn düşünür ki, övladımı meylləndirim, getsin bir, ən azı texnikumda təhsil alsın, bir peşə məktəbində oxusun, bir sənət qazansın. Amma niyə bəzi valideynlər düşünür ki, artıq 16 yaşı var, nişanlamağımın vaxtıdır, görüm neynirəm. Birinci, burada da valideynin qorxuları. Baxa bilmərəm axıra qədər, çətinliyim çoxdur, nigah qursun, biraz rahatlanım. Hər zaman valideynin məqsədi... Bu şəxsidir valideynin özü haqqında. Bəlkə uşağı barədə fikirləri? Baxın, o valideynin də özünün emosional durumu yaxşı deyil. Niyə? Valideyn və uşaq. Əgər valideyn də psixoemosional baxımdan depressivdirsə, yaşadığı həyat ona ağır gəlirsə, altından çıxa bilmirsə, mübarizə aparırsa, çabalayırsa, depressiyadadırsa, övladına belə bəzən ağır, övladının idarə etməsinə belə, onun həyat yoluna belə necə irəliləyəcək, o yükə belə ağır baxır. Artıq o nigah quranda rahatlamış özünü hesab edir. Hətta dünən belə bir cümlə eşitdim valideynin ağzından, hansı ki, düzü çox erkən demərəm, amma bir 20 yaşında, amma özü təhrik eləyib ki, nigaha meyllənsin qızı. Belə bir cümlə işlətdi ki, mən düşündüm ki, nişanlayaram, yaxşı olar qızım. Axır vaxtlar iş yaxşı deyildi. Yəni buna bir müsbət dəyişiklik kimi baxırlar. Sanki necə ki, yoruldum, getdim bir istirahətə gəldim. Amma bu belə deyil. Səhv düşüncədirmi? Səhv düşüncədir. Niyə görə? Nigah ali təhsil almaqdan da daha dərin. Üzr istəyirəm, bizdə var o deyirlər nigahda kəramət var. Nigahda kəramət o zaman olur ki, sən buna hazırsan. Bu həyatda hazır olmadığın nəyə addım atsan, uğursuz olacaq. Hətta su içsən belə, sən beyincə bu suya hazır olmalısan ki, mən indi su içəcəm. Amma düşünün ki, sən beyin olaraq, psixik olaraq nigaha hazır deyilsən, düşünmürsən belə. Amma nigah çox yaxşı bir şeydir, əlbəttə ki. Atalardan, babalardan, arxetiplərimizdə nigah birləşdiricidir, odu qoruyucudur, ailəni yaradıcıdır, isidicidir, mehribanlaşdırıcıdır, nəsil artırıcıdır, birlik yaradıcıdır, müdafiə olunan bir prosesdir, mühafizə olunacaq bir prosesdir. Görün, nə qədər dəyər özündə birləşdirir. Elə deyilmi? Doğrudur. Nəsil dəyərimizdir. Amma bu övladın ora hazır olmadan sən onu oraya meyilləndirirsənsə, nigahda yarımçıq qalır, övladın da yarımçıq qalır. Çünki iki puzzle bir-birinə hazır deyil.
Puzzlelar necə bir-birinə uyğun oturur. Ona görə də mən hesab edirəm ki, bu cür qurtarıcı versiyalardan istifadə edib övladımızın həyatına müdaxilə etməməliyik. Və bəzən də elə valideynlər var ki, mən bu sözü deyirəm hərdən, düzdür, bəlkə deyərəm biraz fərqli səslənər. Elə valideyn var ki, onun valideyni hissi yoxdur. Psixoloji problemdən də ola bilər bu, nevroloji durumla da bağlı ola bilər, psixiatrik durumla da bağlı ola bilər. Var, bəli, elə valideynlər var. Genetik faktor da var. Bəzən deyirlər ki, bu nəsil belədir. Bunlar övlada bağlı olmurlar. Övladı çox sevə bilmirlər. Övladı hiss eləyə bilmirlər. Var. Düzdür, altda yatan səbəblər var. Mən bunu qəbul edirəm. Müxtəlif səbəblərdən. Amma o ata-ana ilə danışanda hiss eləyirsən ki, yəni adam sanki qardaşının qızı haqqında danışır. Qonşusunun övladı haqqında danışır. Orada da nəyi hiss eləyirsən? Valideyn özü oturur, ölçür, biçir, uşağı ilə empatiya qurmur. Və hesab edir ki, indi bunu bu ailəyə versəm yaxşı olar. Bu ailə indi çıxıb da bizim qabağımıza. Bəlkə 3 ildən sonra çıxmayacaq. Bəli, bu durumlar sanki bir uğurlu fürsət axtarırmış kimi, özü üçün uğurlu qohumluq axtarırmış kimi övladının hissini, emosiyasını, psixi hazırlığını, fiziolojisini nəzərə almadan nigaha istiqamətləndirir. Ən çox istədiyim ki, rast gəlinən cəmiyyətdə problem də budur, problemlərin kökündə. Bəli. Çox təəssüflər olsun övlada ki, yox, özünə uyğun olan ailə axtarışı. biz nigaha özümüzə qohumluq axtarırmış kimi baxdığımız zaman övladımıza həyat yoldaşı axtarmamış oluruq. Bəzən də elə olur, inanın ki, o qudalar doğrudan da yaxşı qohumlar çıxırlar. Amma zaten məsələnin kökündə duran tərəflər yola getmir deyə 1-2 ildən sonra bu yaxşı qohumlaşmış tərəflər də artıq konfliktə gedirlər. Bu da erkən nigahların ölkədə statistika aparsaq, hətta psixoloji sorğu aparsaq, boşanmaların ən azı 20%. Mən hələ ki belə deyərdim, bəlkə statistika 35 çıxardacaq bunu. Fəsadları erkən nigahlardan gəlir. Ayda xanım, sualı mən əvvəlcədən verməli idim. Amma elə danışdıqlarımızdan indi bir sual var da vermək istəyirəm. Bizim qanunvericiliyimizdə erkən nigah yaşı 18-dir artıq. Əvvəllər 17-də icazə verilirdi, istisnalar olmaq şərti ilə, indi o da yoxdur. Yəni 18 yaş olmamış şəxs ailə qura bilməz. Bu qanunvericilikdədir. Bəs siz bir psixoloq kimi, psixoloji olaraq necə düşünürsünüz? Bu 18 bir müəyyən olmuş bir yaşdırmı, doğru yaşdırmı? Bunun şəxs ola bilərmi daha erkən ailə qurmağa hazır olsun və yaxud da ki, şəxs ola bilərmi 18 yaş onun psixoloji yaşdırımı 20 yaşında, fizioloji 20 yaşdadır, o yaşda imkan versin. Yəni necə fikirləşirsiniz? Bu erkən yaş hansı biz yaş kateqoriyasını götürməliyik nikah deyəndə? Mən hesab edirəm ki, 18 yaş doğru düzgün həm hüquqi, həm psixoloji, həm fizioloji baxımdan bir ölçü olaraq, yaş ölçüsü olaraq, vahid olaraq, həm də oğlanları nəzərdə həm qızda, həm oğlanlarda çox stabildir. Ona görə ki, təsadüf deyil ki, 18-də ciddi təhsil həyatı da başlayır. Hər bir şəxsin əgər təhsil almayıbsa, iş həyatı da başlaya bilər. Bir neçə fiziki, psixoloji, emosional, psixofizioloji bütün amillər nəzərə alınır. Niyə 17 yox məsələn? Əvvəllər 17 var idi. 18 yaş son yeniyetməliyin ən belə desək, kritik sonlanma nöqtələrindən birinə düşür. Düzdür, hər kəsdə düşməyə bilər. Amma sanki artıq o dövrdən o tərəfə o yeniyetməlik qalmır. O çılğın dönəmlər, o emosional dönəmlər, o hormonal dəyişikliklər, o bir çox amillər artıq o tərəfdən keçmir. Amma baxın, burada bir nüans var, bunu mən vurğulamaq istəyirəm. İstəyirəm hətta gələcəkdə qanunvericiliyimizdə bu mənd baxılsın. Hətta psixoloji olaraq xüsusi testlərlə baxılsın. Elə 18 yaşına çatmış qızımız var ki, onun xronoloji yaşı və pasport yaşı 18-dir. Amma emosional zəkası çox-çox aşağıdır. 15-16-dır. Psixoemosional durumu zəifdir. Düşüncələri yaşına uyğun gəlmir heç cürə. Statistik olaraq bu uşaq əslində 18 yaşın göstəricilərinə uyğun gəlmir. Və birdən ərə gedir. Bəli.
Nə yaranır? Bəli, Ondan nə fəsad. gözləyirlər? Bu özü elə dırnaq arasında erkən nikahdır. Bəli. Əslində niyə dırnaq arasında deyirəm? Çünki qanunla baxsaq erkən deyil. Statistik olaraq uyğun gəlir. Amma emosional yaşı baxımından özünü hansı yaşda hiss eləyir, görür və göstərir? Oradan baxsaq bu elə erkən nikahdır. Burada fəsadlar çox olur. Əgər məndən soruşsaz ki, onda necə qabağını alaq? Çox sadə. Bəlli bir testlər var. Emosional zəkanın ölçəcəyi var. Şəxsiyyətin emosional psixoloji durumunun ölçəcəyi var. Şəxsiyyət testləri var. Bütün bunları xarakter, adaptasiya testləri bunları keçirərək şəxs haqqında bir psixoloji rəy ortaya qoymaq olar. Həqiqətən də tutaq ki 18 yaşı var. Bu nə qədər bu nigaha hazırdır? Ona qalsa bizim elə qızlarımız var ki, mən tez-tez bu кейsləri qəbul edirəm və əsasən də nə istiqamətdə gətirirlər? Dedilər ki, bizə filan yerdə ailə qursa düzələcək. Nevroloji problemləri var, bəzi inkişaf sorunları var, öyrənmə çətinlikləri var. Onların belə bugünkü gün bu nigahlarda olması sabah 3 ildən sonra bu nigahı kritik boşanmalar siyahısına salır. Nəticədə bizim ölkədə bugünkü gün çox-çox təəssüflər olsun ki, boşanmaların sayı durmadan artır. Amma mən çox istəyərdim ki, həm erkən nigahların belə desək, ciddi araşdırılması ilə bağlı, qarşısının alınması ilə bağlı və eyni zamanda da şəxslərin nə qədər nigaha psixoloji hazırlığı önəmsənildiyi üçün və hətta bəzən fizioloji bir müayinəyə də ehtiyac var. Bugün təsadüfi olaraq hər ikinci, üçüncü mütəxəssis vaginizmlə məşğul olunur. Bu dərəcədə artıb. Yəni bunlar da o ailələrin qırılmasına, emosional qırılmasına, mənəvi boşluqların yaranmasına, ailənin bir-birindən uzaq qalmasına təsir eləyir, övladların gec doğulmasına təsir eləyir, bəzən uzun müddətli sonsuzluqlara təsir eləyir. Təbii ki, bunlar hamısı nigahın sanki emosional keyfiyyətini aşağı salır. Yəni insanlar o prosesdən həzz almamağa başlayırlar. Bugünkü gün biz bir sorğu keçirsək, bir mikrofonları götürüb şəhərdə gənclərə belə yaxınlaşsaq, nigahlar haqqında sual versək, yarı-yarıya olacaq. Yarı xoş sözdür, yarı neqativ sözlərdir. Yox, müəyyən yaşa qədərdir, mən sizə deyərəm. 18, 19, 20. Artıq 22-dən sonra çox üzr istəyirəm. Gənclər arasında müəyyən bir ailə qurmağa bir meyillik yaranır. Bu bir hardasa 28-29 yaşa qədər mən müşahidələrimə görə belə davam edir. Sonra təzədən bir qırılma prosesi baş verir. Deyim niyə? Məsələ burasındadır ki, gənclərimiz zaten nigaha meyillidir. Çünki biz cüt yaşamalıyıq da, yəni təbiətən funksiyamızda nəsil artırma funksiyasıdır. Bu alt şuurdan gələn bir istəkdir, cüt olmaq və cüt yaşamaq. Amma bu boşanmaların verdikləri fəsadlar, bunun ailə içlərində danışılması, müzakirələri, erkən nigahlardan sonra ailələrdə baş verən problemlər, onların müzakirələri, bəzi belə desək, ailələrin ailə kimi olmaması, sadəcə olaraq kağız üzərində var olması, bundan əziyyət çəkən uşaqların olması, bu bir qorxu və təşviş yaradır. Biz bunu sorğu-sualda, müzakirələrdə görürük. Düzdür, o sevginin emosional tərəfləri bu qorxuya bəzən qalib gəlir. Amma bugünkü gün çox təəssüflər olsun ki, 30 yaş üstü, bunlar da gənclərdir axı. Ayda xanım, sizin dediklərinizə qüvvət. Bizim cəmiyyətimizdə əvvəllər görünməyən, indi isə sözün həqiqi mənasında görünən bir sosial problem meydana çıxıb. Azərbaycanın böyük şəhərləri və xüsusilə kəndlərində böyük bir qism artıq yaşı 30-a çatan ailə qurmayan oğlanlar var. Bunun erkən nigahlarla əlaqəsi varmı? Mən özüm rayonlarda olan zaman müxtəlif biz layihələrlə bağlı, müxtəlif sorğular keçirən zaman maraqlanıram. Şəxslər ailə qurmaq istəyir. Sadəcə olaraq belə deyək, müəyyən bir yaş dövründən sonra və yaxud da ki, indi ailə qurmaq istəməyən bir qızlar təbəqəsi meydana gəlir. Müəyyən karyera qurmaq istəyirlər, müəyyən həyatlarını yaşamaq istəyirlər. Və eyni zamanda böyük şəhərlərdə bu həm də aiddir ailə qurmayan həm oğlanlara, həm qızlara kifayət qədər böyükdür. Yəni böyük bir
Və bununla əlaqədar olaraq da hər il statistikaya görə bizdə uşaq doğumu çox aşağı düşür. Məsələn, bu son ildə, bu keçən ildə statistikaya görə səhv eləmirəmsə, uşaq doğumu 50-70 min arasındadır ki, bunun bir 20 ildən sonra çox böyük bir fəsadları meydana gələcək. Bu əvvəllər məsələn bu rəqəm 100 min, 200 min üstü ola bilərdi. Bunun erkən nikahlarla bunun əlaqəsi varmı? Bu ailə qurmayan şəxslərin, subayların? Mən deyərdim var. Niyə? Çünki xüsusilə regionlarda insanlar kənd olaraq, yaxın ərazi olaraq bir-birlərinin yaşantılarından çox tez xəbər tuturlar. Məsələn, bir ailədə 5 övlad var və ya 4 övlad var, rayon yerində də olur. Onlardan bir övladın birincisini əgər erkən verdilərsə və o gedir müxtəlif o ağırlıqlarda yaşayır, çətinlikləri olur, mübahisələr, bəzən mübarizələr, bəlkə də o erkən nikahın sonunda boşanma olmayıb. Belə deyil, 15 ilin sonunda bir şəkildə yürüyürlər bu yolu. Amma yanındakı gənclərmi, artıq bir bacısı, qardaşımı, qohum əqrabasımı, ikinci dərəcəli ailə üzvlərimi, hansı ki subaydır, bu situasiyalardan psixoloji travma alırlar. Hətta mən xatırlayıram, bir dəfə bir case çalışdım. Anası belə bir müraciətlə gətirmişdi ki, mən nə eləsəm də qızım ailə qurmaq istəmir. Ayda xanım, köməyinin 31 yaşı var. Bəli, çoxdur. Ali təhsilli həm oğlanlar, həm qızlar arasında çoxdur. Məsələnin altından nə çıxdı? Xanımın bacısı var idi və bacısı erkən nikah qurmuşdu. 2 övladı var idi. O qədər də uğurlu həyatı yox idi. Konfliktlər dolu, maddi çətinliklər, mənəvi çətinliklərlə mübarizəli bir həyatı və bu qızımız deyirdi ki, mən ona baxanda başa düşürəm ki, mən əslində çox-çox yaxşıyam. Və ailə qrup da özümü o durumlarda görmək qətiyyən istəmirəm və hətta hesab edirəm ki, mən subay qalsam, bacıma daha çox kömək edərəm. Onun da vəziyyəti çətindir. Bax, bu cür fəsadlı nikahların, erkən nikahların ətrafında bir 5 nəfər, 10 nəfər gənc varsa, o artıq qərar verir ki, mən vaxtı uzadım, mən gec nikah qurum, mən çətinlikdən uzaq qalsam daha yaxşıdır. Və yaxud da ki, mən bunu bir 5 il sonra eləyərəm nikahı, qoy görüm nə edirəm, vəziyyəti düzəldim, maddi vəziyyətimi yaxşılaşdırım, necə daha yaxşı bir duruma çıxım ki, elə bir nikah qurum ki, çox uğurlu olsun. Belə illər keçir, aylar keçir, zaman keçir. İnsanların bəzən 40-a yaxın yaşı olur. Bugünkü gün mənim də ətrafımda həddindən artıq çoxdur belə кейslərim. İnsan ailə qurmayıb, amma bunun da böyük fəsadları var. Niyə? Çünki ailə qurmamaq da axıdır. Artıq bəli, həm ailə qurmayan, cəmiyyətə özündən başqa cəmiyyətə də axı bunun təsirləri çoxdur. Bəlli bir yaşı çatmış qızlarımızdır, oğlanlarımızdır. Onlar çox gərgin, əsəbi, depressiv olurlar. Emosional fonda çox tez-tez onların isterik reaksiyaları da müşahidə oluna bilər. Fizioloji problemləri başlayır, sağlıq problemləri başlayır, ginekoloji problemləri başlayır və eyni zamanda da bu cəmiyyətimizin inkişafı üçün və cəmiyyətimizin dinamikası üçün, hətta doğulan övlad saylarının artımı üçün fəsadlı bir nüansdır. Və bugünkü gün artıq nə yaranır? Bir tərəfdə erkən nikah və onun fəsadlarının içində olan tərəflər, hansı ki o da gənclik yaşındadır, onun da yaşı 35-dir. Bir tərəfdə nikah qurmuş, xoşbəxt olmuş gənclər, hansı ki normal ailələrini sürdürürlər. Bir tərəfdə də bu iki qrupa baxıb hansından ola bilərəm, necə düzgün addım atım ki, səhv etməyim, hansı qrupun arxasınca gedim, nələrdən qaçım, hara doğru gedim deyə düşünən artıq 30 yaş üstü gənclərimiz var. Hansı ki bunlar çoxdur, az deyil və baxsaq, bunlar qadın və kişi olaraq mən deyərdim bərabər saydadılar. Nə qədər qadın varsa o qədər də kişi var. Burada bir dənə də ciddi fəsad çıxır ortaya. Niyə? Artıq bu yaş elə bir yaşdır ki 35 üstü, 30-35 üstü. Burada korteks daha ağırlıq eləyir. Artıq emosiya, o kəpənəklər, o hisslər, o belə desək, o ehtiras dolu duyğular, emosiyalar aşağıdır.
Yəni nigaha doğru meyləndirən tərəf emosiya deyil. Artıq korteksdir. Daha düzgün qız kimdir? Daha düzgün bəy kim ola bilər? O necə olmalıdır? O özünü necə aparmalıdır? Düşünə bir baxır ki, yaxın 6 ildir adam özünə tərəf müqabili seçə bilmir. Aha. Bəs siz psixoloji travma sözünü işlətdiniz. Nədir bu psixoloji travmanın əlamətləri həmin o şəxslərdə? Bu psixoloji travmanın Erkən nikah əlamətləri quranlarda. Quranlarda mı yoxsa onlara baxıb qurmayanlarda? Erkən nikah quranlarda. Erkən nikah quranlarla çalışdığımız zaman psixoloji travmalar müşahidə edirik. Birinci travmalar onların həddindən artıq çox az yaşlı olması və belə desək, tam olaraq şəxsiyyət kimi özlərini dərk etməməsi, nikah qurduqları zaman özlərini müdafiə edə bilməməsi, bəzən hüquqlarının pozulması, bəzən ona qarşı çıxılmaması, bəzən çox xırda bir səbəbdən özlərinin belə konfliktə girərək o səbəbi böyütməsi, şişirtməsi, çox ciddi konfliktlər yaşaması. Məsələn, bəzən bu erkən nigaha girən şəxslər əgər qadındırsa, bu konfliktlərdən dolayı fiziki şiddət görməsi, bəzən cinsel həyata hazır olmadıqda belə müəyyən bir qısnamaya, zorlanmaya məruz qalması. Mən bunları deməliyəm. Çünki bunlarla çox çalışmışam. Və bəzən belə desək, bugünkü gün belə ailə münasibətlərinə girə bilməməsində ilk günlər yaşadığı travmaların ciddi rol oynaması və bəzən də uzun illər keçməsinə baxmayaraq ailə dağılmasın deyə bir yerdə olmalarına rağmen bugünkü gün normal ünsiyyət qura bilməmələri, tərəflərin bir-birinə güvənməməsi, inanmaması, aralarında dostluq münasibətinin olmaması və eyni zamanda da bu gənclərin özlərindən böyük şəxslərə, tutaq ki, qaynana, qaynata, ata, ana kimi böyüklərə düzgün subordinasiyanın qurulmaması, düzgün hörmət prinsiplərinin edilməməsi və eyni zamanda da onlar arasında stabil hörmət və dəyərin qurulmaması, onların aşağı özgüvəninə mənfi təsir eləyir, komplekslərinə mənfi təsir eləyir. Bəs belə halların olduğu hallarda, hansı hallarda daha doğrusu ailə üzvləri artıq bu peşəkar psixoloqa müraciət eləməlidir? Çünki bütün hallar elə bəzən xırda problemlər olur ki, danışırsan yaxınlarınla, rəfiqələrinlə, dostlarınla həll edirsən. Yəni bu bizim hər gün həyatımızda rastlaşdığımız bir problemdir. Amma bəzən artıq peşəkar bir yanaşmaya ehtiyac duyulur. Hansı hallarda siz məsləhət verərdiniz? Bizim bu problemlərlə üzləşən şəxslərimiz artıq peşəkara, psixoloqa müraciət etsinlər. Çox sadədir məsələ. Necədir? Yəni burada daha çox müraciətləri bu günə qədər müşahidə eləmişik. Həmin bu erkən nigaha girən xanımda bir 5 il, 6 il sonra ağır depressiyalar olur. Artıq nə övladına yaxın gedə bilir, nə həyat yoldaşına ünsiyyət qurmaq istəyir, nə o evdə olmaq istəyir. Məqsəd boşanma da deyil. Sadəcə bu insan yaxşı deyil. Yəni öz ata evinə meyllənir, evdən qaçmaq istəyir, o ortamda olmaq istəmir. Bu fəsadları çox tez-tez rastlaşmışam. Cinsi istiqamətdə almış travmalar, vaginizmlə uzun illər qalmış, utanmış, heç kəsə müraciət eləməmiş cütlüklərin uzun illər sonra, məsələn 6 il, 7 il, bəzən 14 il sonra sizə müraciət edir. Bəli. Gələrək müraciətlər etməsi ki, bax biz artıq boşanma həddindəyik, amma yenə də düşündük ki, bəlkə bu məsələni bir şəkildə yolunu tapa bilərik. Çünki bu vaginizmdə o digər problemlər də o elə bir problemlərdir ki, bunu qadın qəbullanırsa bəy qəbullanmır. Yəni bir tərəfdə bir üsyan olur bir yaşdan sonra, bəlli bir vaxtdan sonra. Çünki niyə görə? Çünki nə vaxtsa tərəflərdən biri düşünür ki, 5 il sonra düzələcək də, biraz yaşı artacaq, düzələcək. Və yaxud da ki, təzə nikah qurduğu zaman erkən nikahdır deyə düşünür ki, hələ gələn xanım gəncdir, uşaqdır, hələ bir çox şeylərə hazır deyil, hələ tam başa düşə bilmir, zamanla düzələr deyə uzun müddət gözlədir. Və eyni zamanda da xüsusilə də bu elə erkən nikahlara girmiş xanımları niyə özəlliklə vurğuluyorum? Çünki onların qarşı tərəfi, belə desək, ər dediyimiz tərəf və ya həyat yoldaşı dediyimiz tərəf, yəni heç də erkən yaşlarda olmur. Çox maraqlıdır. Bəzən mən çox düşünürəm ki, həqiqətən də necə olur ki, adam özü 25 və yaxud da 35 yaşları arasındadır, amma həyat yoldaşını çox daha
erkən yaşlarda nikah almaq istəyir. Təbii burada da bir qorxu var, burada da aşırı idarə etmək istəyi var. Nədir doğru? Özüm böyüdəcəm kəlməsi var. Hətta bir кейsimdən bu cümləni eşitdim. Deyir, elə mən onu deyir uşaqlıqdan tanıyırdım, gözümün qabağında böyüdü. Elə ailə də qurdu. Hətta bir кейsimdən bu ifadəni işlətdim ki, mən elə həyat yoldaşımı öz gözümün qabağında böyütmüşəm. Necə etmisiniz sual verəndə dedi ki, elə məktəbdə də gözümün qabağındaydı. Elə məktəbi də qurtarmaz ailə qurduq. Elə neçə illərdir mən özüm böyüdürəm onu. Sanki öz qaydalarıma uyğun sistemləşdirmək istəyirəm. Sanki mən istədiyim kimi olmağını istəyirəm. Çox maraqlıdır. Doğru bu niyə erkən nikaha qarşı tərəf ehtiyac duysun ki? Bəzən bu bəylərmi və ya onun ailəsimi öz övladına bir kişi olaraq hələ tam idarə etmədə güvənmirlər və hesab edirlər ki, biraz yaşı az qız olsa daha yaxşı olar. Gələr, bizim evin qaydalarını götürər, biz nə deyərik onu eləyər. Daha dominant tərəflərdir bunlar. Yarımçıq şəxsiyyət deyirsiniz onda qarşı tərəfə. Yarımçıq da deməzdim, güvənsizlik, öz güvənsizlik, özünə tam inanmama. Məsələn, tam yetkin şəxs düşünür ki, qarşı tərəf nə qədər ağıllı fikirlər desə o qədər yaxşıdır. Bəlkə doğrudan da o nəyisə daha düz deyəcək, mən heç onu bilmirəm. Amma bəzən özünə əmin olmayan şəxs düşünür ki, mən nə düşünürəmsə elə o düzgündür, diskomfort olmayım, mənim dediyimdən otursun, dursun, artıq başım ağrımasın, problem yaşamayım və ən xoşbəxt olacağım amma yaşanılır. Daha dəhşətliləri yaşanılır. Niyə? Çünki o erkən nigaha gələn qız elə cəmi bir neçə travmadan sonra aqressivləşməyə başlayır, belə desək, kəskin tərəflərini göstərməyə başlayır, bəzən daha hırçın olur, daha gərgin olur, daha aqressiv olur, daha isterik ola bilir. Yəni, bu heç də o demək deyil ki, şəxsin yaşı azdırsa həmişə belə qalacaq. Ayda xanım, bir sonuncu sualı sizə vermək istəyirəm. Bu sahədə cəmiyyətə vermək istədiyiniz mesaj varmı? Mən əsas demək istəyirəm ki, cəmiyyətimiz övladına əsas bir dəyər kimi görsün, baxsın. Çünki bu bizə tarixən gələn bir müqəddəs hissdir, belə deyərdim. Və eyni zamanda da onu daha düzgün zamanda, daha düzgün bir şəkildə, məhz övladının da özünün emosional olaraq hazır olduğu bir anda nigaha meylləndirsin, nigah qurmağına kömək etsin, yardım etsin və nə baş verirsə versin həyatında övladının, ən əsas övladının hissini, düşüncəsini, emosiyalarını, qərarlarını daha önəmli hesab eləsin. Ona görə ki, biz öz düşüncələrimizin, öz məntiqimizin üzərində qurduğumuz bir sistem bəzən öz dünyaya gətirdiyimiz övladlarımıza ya balaca, ya böyük olur, ya əynin olmur. Təşəkkür edirəm, çox sağ olun.